Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda milli Novruz şirniyyatlarımızdan olan badamburanın hazırlanmasını sizinlə paylaşıram. Badamburanı tək-tək yuxa yaymadan fərqli üsulla hazırlayıram. Üstü xırçıltılı, içi yumuşaq, çox dadlı badamburalar alınır. Çox asan bir üsuldur. İndi keçək hazırlanma qaydasına. Əvvəlcə mayanın aktivləşməsi üçün bir qaba 1 silmə çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 stəkan süd götürmüşəm. İlıqdan biraz isti süddən 3 xörək qaşığı əlavə edib qarışdırıb qoyuram bir kənara. Mayanın aktivləşməsini gözləyirəm. Başqa bir ərzaq qabına un tökürəm 4 stəkan. Çəki ilə təxminən 520 qram un eləyir. Ortasında biraz oy qaçıram. 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. 100 qram yumuşalmış kərə yağı, 1 paket 5 qram şəkərli vanil, çay qaşığının ucunda az duz səpirəm. 1 çay qaşığı da üzüm sirkəsi əlavə edirəm. İstəyə görə alma sirkəsi də əlavə eləmək olar. Aktivləşmiş mayanı tökürəm. 100 qram da yağlılığı 20% olan xama əlavə edəndən sonra bu ərzaqları əlimlə yaxşı qarışdırıb xəmir yoğururam. Arada lazım olduqda az süd əlavə eləyib tam hazır olana qədər xəmiri yoğururam. Ələ yapışmayan orta yumuşaqlıqda bir xəmir olmalıdır. Arada lazım olduqda süddən az istifadə edirəm. Ələ yapışmayan bir xəmir yoğururam. Belə gördüyünüz kimi xəmirim artıq hazırdır. Ələ yapışmayan bir xəmir alındı. Götürdüyüm süddən təxminən 125 ml süd istifadə elədim. Yoğurduğum xəmirin üstünü örtüb 1 saat mayalandırıram. Bu arada içliyi hazırlayıram. Badamburanın içliyini qoz ləpəsi ilə hazırlayıram. 150 qram qoz ləpəsi, 100 qram şəkər tozu, 1 çay qaşığı da hil götürmüşəm. Qoz ləpəsini rondodan keçirdirəm. Ərzaq qabına tökürəm. Şəkər tozunu da hili də əlavə eləyib qarışdırıb içliyi hazırlayıb qoyuram bir kənara. Xəmirim artıq mayalanıb. Mayalanmış xəmiri dəzgahın üstünə qoyub dəzgahın üstündə də biraz yoğururam. Havasını çıxardıram ki, bişəndən sonra mayanın qoxusu gəlməsin. Uzunsov şəkil verib hissələrə bölürəm. Yoğurduğum xəmiri 6 yerə bölüb, əlimlə yuvarlayıb kündələr hazırlayıram. Hazırladığım kündələri iri bir boşqaba yığmışam. Üstün örtüb bir 10 dəqiqədə kündələrin düşməsini gözləyirəm. Ara qatları yağlamaq üçün 250 qram ərinmiş kərə yağı götürmüşəm. Hazır kündələrdən götürüb altın üstün unlayandan sonra yayıb, boşqab ölçüsündə yayıb böyüdürəm. Un səpdiyim iri bir boşqabın içinə qoyuram. Qaba qoyandan sonra ərinmiş yağdan açdığım yaymanın üstünə əlavə edib hər yerinə yaxşı yağ çəkirəm. Kündələrin hamısını eyni qaydada bir boşqab ölçüsündə böyüdüb, üst-üstə yığıb aralarına ərinmiş kərə yağından çəkirəm. Badambura üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Hamısını üst-üstə yağlayıb yığıram. Sonuncu yaymanın üstünə yağ çəkmirəm. Üstün örtüb yağın bərkiməsi üçün bir 20 dəqiqəliyə soyuducuya qoyuram. Hazır yağlı yaymaları videoda göstərdiyim kimi üstünə biraz un səpirəm. Boşqabı tərsinə çevirib dəzgahın üstünə qoyuram. Üstünə də biraz un səpib yayıb genişləndirirəm. Xəmir bərkidiyi üçün əvvəlcə biraz çətin olur. Ortadan kənarlara doğru oxlovla üstündən sıxaraq böyüdürəm. Arada lazım olduqda yenə un səpirəm. Yayıb
qat-qat xəmir hazırlayıram. Arada lazım olduqda yaymaları tərs çevirirəm. Əlimdən çəkib düzəldirəm. Yenə lazım olduqda un səpib, genişləndiyi qədər yayıb böyüdürəm. Bu qaydada qat-qat xəmir hazırlayıram. Açdığım yaymanın üzərinə qalan ərinmiş kərə yağından çəkirəm. Hər yerinə yaxşı-yaxşı yağ çəkirəm. Bir tərəfdən başlayaraq sıx şəkildə bükürəm. Sonacan vurub rulon kimi bükürəm. Bükəndən sonra xəmiri 2 hissəyə bölürəm. Belə qat-qat xəmir alınır. Üstün örtüb bir 10 dəqiqəliyə yenə soyuducuya qoyuram. Soyuducudan çıxardandan sonra hazır yağlı xəmirləri doğrayıram. Doğradığım xəmirlərin üstündə örtürəm ki, qalıb qurumasın. Keçirəm badam buraları hazırlamağa. Doğranmış xəmirlərdən birini götürüb, bir tərəfini ortasına gətirib, ortasında biraz oyu qaçıram. Hazırladığım içlikdən 2 dolu çay qaşığı əlavə eləyib, kənarlarını əlimlə gətirib sıxıb badam buraları hazırlayıram. Hamısını eyni qaydada ortasında oyu qaçıb, içlik qoyub badam buraları hazırlayıram. İçlik üçün mən qoz ləpəsindən istifadə elədim, amma əgər varsa badamla, fındıqla, araq-islə də badam buraları hazırlamaq olar. Çox gözəl badam buralar alınır. Hazırladığım badam buraları formalara yığmışam. Üstün örtü bir 15 dəqiqədə yerində gözlədirəm. Hazır badam buraları 150-160 dərəcəlik sobada pişirirəm. Badam buralar artıq pişib sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb. Çox gözəl badam buralar alınır. Badam buraların altı çox yaxşı qızarıb, amma üstü qızarmır. Bu üsulla çox gözəl badam buralar alınıb. Çox asan bir üsuldur. Tək-tək yuxa yaymadan çox asanlıqla bu üsulla belə gözəl badam buralar hazırlamaq olar. Tam soğuyandan sonra üzərinə şəkər pudrası səpilir. Adi günlərdə, bayram günlərində hazırlayıb süfrələrinizi bəzəyə biləcəyiniz çox ləzzətli, dadlı badam buralar alınır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.